Mən dostlar bir dənə gölün ətrafından da belə çəkim sizə. Baxın. Belə çox çətin yollarla qalxırıq. Qrup. Millətə baxın. Kamplara baxın. Salam hörmətli izləyicilər. Hər vaxtınız xeyir olsun. Hamıya xoş günlər, gözəl istirahətlər arzulayıram. Bugün bazar günüdür. Biz də inşallah çıxmışıq yenə təbiət qoynuna. Gəlmişik Talıstan kəndinə. Burada çoxdandan bəri arzuladığım bir yer var. İnşallah oranı görəcəm və çalışacağım sizə də müəyyən videolar göstərim. Buradakı maşınlara baxın, insanlar. Gör necə gözəl yerdirsə, insanlar necə gəlir bura. Turlar gəlir. Deməli, bura Qaranohur gölüdür. Çoxdandan bəri bunu planlaşdırırdım, amma nəsə bugünə qismət olubdu. İnşallah Allah nəsib eləsə ora gedəcək, oranı görəcək. Deməli, buradan Şahdağ Milli Parkına giriş elədik. Burada Cavanşir qalası da gedən marşrut da var. Buradan hardasa piyada 5 kilometr yoldur. Yavaş-yavaş inşallah gedirik, düşürük yola. 4 kilometr yarım, burada göstərir. 4 kilometr yarım. Getdik, bismillah. Deməli, hörmətli izləyicilər, buralar o qədər gözəldir ki, Səməd Vurğun, görkəmli şairimiz Səməd Vurğun Talıstan kəndinə gəlmiş, 3 dəfə burada olmuş və məşhur Talıstan poemasını yazmışdı. Yəni, buranın təbiətinə vurulmuşdu o da. Həqiqətən də burada ətraf, hər yer çox gözəldir. Yol belə davam edir. Qaranohur göldəki, yəqin ki, videolarda izləmişsiniz. Yəni, canlı izləmək daha möhtəşəm bir hissdir. İnşallah qismət olsa, bugün onu izləyəsik, onu görəsik. Əzgillərə baxın, ətraf bütün meyvələrdir. Gəlib çatmışıq çaya. Buralar çox keçilməzdir. Maşın çətin gedər. Amma ətraf möhtəşəmdir, möhtəşəm. Yol boyu belə qəşəng yerlər düzəldiblər. İstirahət üçün yerlər də düzəldiblər. Mərdan qardaşdan ikimiz gedirik. Hələ deyirlər çoxdur, 3 kilometrdən artıq yol var. İnşallah gedək görək bizi nə gözləyir. Sizə yolumuzun üstündə belə gözəl payız mənzərələrini də göstərim. Burada bir yerdə yol haçalaşır. Bir tərəfi Cavanşir qalasına gedir. Baxın, sizə göstərim buranı da. Bir tərəfi Qaranohura. Bu yol Qaranohura gedir. Hələ qarşıda çox yolumuz var. Getdik. Yol boyu insanlar doludur. Sizə ətrafı göstərim. Çox möhtəşəm gözəlliklər var burada. Meşə də soyuqdur. Hələ 1-2 saatlıq yolumuz var, gedirik. Nivaya baxın necə gəlir. Baxın necə çətin yollardır.
Baxın da çətin yollarla gedib gəlirik. O da yavaş. Pardon, yavaş sen suyu tutar. Kardeş, Allah kardeşin kömək olsun. Vallahi kardeş. Çox çətin yollardır, həddindən artıq. Amma tərifləyir, amma mən tərifləyəsi olmayacaq. Belə çətin yollarla davam edirik. Gedirik hələ. Baxın ətrafa. Ancaq çaylaqlardır. Hələ 2 kilometr yolumuz var. Amma yol çox çətindir. Mərdan bil əl elə oradan. Mərdan qardaşlıq bizi gözləyir. 3 nəfərlik bir qardaş da bizə qoşulub bir yerdə gedirik. Bu da Mərdan qardaş. Sırf yuxarıda durub. Baxın necə möhtəşəmdir. Nə gözəl yerlərdir. Artıq nəfəsimiz qalmır. Amma yer möhtəşəm. Baxın bura. Daha dirənmişik dağa. Ancaq qalxmaq. Nətərdir Mərdan, gəlmək olur? Baxın, hər yer insan. Baxın, çaylaqla gedirik. Belə çox çətin yollarla qalxırıq. İnanın, həddindən artıq çətin. Amma ətrafa baxın, necə gözəldir. Baxın, necə çətin yollardır. Buradan açılan mənzərənin gözəlliyinə baxın. Min metrdən artıq hündürlükdəyik. Gəl Mərdan qardaş, biz də düşək videoya. Gəlib lap dirənmişik o belə yerlərə. Dar yollar. Baxın nə gözəl yerlər. Lap dirənmişik dağlara. Qardaş, necədir ora? Çox da maraqlı deyil. Dəyir əziyyətinə. Qardaş, ürək verin, insanımız deyin ki, möhtəşəmdir. Qalx da Mərdan, nə oldu? Qaydaq sizlə. Ay, yox, qalxınca qaydaq. Yox, belə deyim. Allah. Orta yolda yenə. Sağ ol qardaş. Şəbəkə var? Yox, şəbəkə yoxdur. Bax, bu heyvan da buradadır, qalxıbdır. Getdik. Ailə. Yuxarıdan zəng eləmək yadınızdan çıxdı. Burada deməli kəndir qoyublar. Kəndirlə tuturuq belə. Kəndirlə qalxırıq. Baxın necə çətin yollardır. Ay Allah.
Burada kəndir qutardı. Yine keçdik dağa. Görün haralara qalxmışıq. Amma təbiət möhtəşəm, möhtəşəm. Pilləkənlərlə belə qalxırıq. Daha az yolumuz qalıbdır. Mərdan da yuxarı çıxıb mənə gözləyir orada. Baxın hündürlüyə. Deməli dostlar, gölə çat-çat yerdə belə bir işarə qoyublar. Üstünə yazıblar ki, sən bunu başardın. Əsl motivasiya. Çox çətin yollardır, həddindən artıq çətin yollardır. İnan adamın nəfəsi kəsilir. Hələ də gölə çatmamışıq, gedirik. Artıq gölə çatırıq. Baxın, yer çox qəşəngdir. Çatmışıq deyəsən, hə? Çox sağ olun. Baxın, burada artıq düz yolla gedirik. Millət var burada, millət. Buranın gözəlliyinə baxın. İnan, çətin yollarla da gəlsək, görməyinə dəyən yerlərdir. Nə gözəl təbiət var buranın. Buradakı insanlara baxın. Nə qədər insan var burada. Millətə baxın, millətə. Bütün Azərbaycanın yarısı burada. Göl də qarşımızda. Sizə biraz buraları göstərim. Baxın, göl çox möhtəşəmdir. İnsanlar burada kamp qurub. Millətə baxın. Kamplara bakın. Her taraf kamptı, kamp. Göl bütün güzelliğiyle görünür. Nereden güzel değil mi ha? Göl çox möhtəşəmdir. Bəlkə də videoda belə gözəl görünmür, amma inanın ki, əziyyətinə dəyər. Deməli dostlar, bir dənə gölün ətrafından da belə çəkim sizə. Baxın. Çox gözəldir, çox möhtəşəmdir. Həqiqətən də çox əziyyətli olsa da görməyinə dəyər. Çox insanlarla doldu. Buranın yayı da çox gözəl olur. İndi bizə Parisdə gəlmək nəsib oldu. İnşallah yayı da, qışı da Allah nəsib eləsin. İnsanlara baxın. Buranın bütün gözəlliklərini sizə göstərməyə çalışıram. Baxın, görün düz ətrafıdır. Это только один раз. Bakın, gölün ətrafı bütün insanlardır. İnanın, dəhşət sayıda insan var.
Ty mówisz, że jakoś tak, panie.